Sabahınız xeyir. Və bu dəfə mən Barselonaya uçuram. Artıq əşyalarımı hazır eləmişəm. Makiyaj etdim. Əslində 5 dəqiqəyə artıq çıxmalıyam, amma həmişəki mən. Bu səfər səyahət məqsədli deyil. Əzəmiyyətə gedirəm. Bavulumu hazır etdim. İndi kosmetik vasitələrə yaxacağam. Artıq hazır eləyəcəm. Artıq hazıram. Çıxıram. İndi mağazaları gəzirik. Qızlarla hərəmiz bir yerdəyik. Özüm üçün köynək aldım. Evə çatdım, otelə çatdım, göstərəcəm. Belə bir outfit. Oradaydım. İndi bura girdim. Burada nəsə maraqlı bir şey tapa bilmədim. İndi qarşıya gedirəm. Görüm nə tapa biləcəm. Pulum birinci girim. Sonra kosmetik mağazaya girəcəm. Kiko burada var. Şimdi desəm, kosmetika hələ ki ehtiyacım yoxdur. Lazım olan mənə ancaq dodaq, daha doğrusu eyelinerdir. Onu da bugünləri itirdim. Çox təəssüflər olsun ki, Beloca'dan almışdım. Ola bilsin bugün almaram. Bakıya çatanda alacağım. Belə. Hazırda pulum birdəyəm və buradakı geyimlər çox zövlüdülər. Bakıdakı olan geyimlər heç bəyənmirəm. Burada çox gözəldilər. Rengarenk. Maraqlı bir şeylər göstərmişlər. Çox gözəldir, amma çox açmadım. Bunu hara giymək olar? Plaja ancaq. Maraqlı bir şeyler gösterim. Aha, orada dəstlər görürəm. Şalvarı 19 euro, 20 euro. Neçədir? Ne qədərdir? Deyim. Okey, 23 euro. Təqribi olaraq bizim pula 90 manat. Sonra narıncı rengi axır vaxtı çox vurulmuşam. Əlimdən düşürdü. Enliyini güzeldir. Belə. Şunu giyindim ama çok şey görsənirəm. Yok o değil. Yine mağazaya girmişəm. Deyəsən hər şey 5 dollaradır. Yəni gördüğünüz hər şey. Çok güzel şirin şeyler var burada. 5 euroya. Dolar dedim ben diyesen. You better wear. Nedir bu? Yani her şey 5 dolara gider. Böyle. Esasında buranı daha çok sevdim. Güzel böyle sketchbooklar, bakmazlar var. Çok güzeldi.
Mira. Ay da ne güzeller. Bence bacıma birini alın. Çok hoşuna gelecek. Ama hansını alın. Çok güzeldiler. Hansını alsam hoşuna gelir göresen. Okay. Bu sketchbook düşünürəm ki, bacımın xoşuna gələrdi. O, xoşdur belə cızmalarla şəkil çəkməyi. $2. Dolar deyirəm, euro. Ola bilsin, bunu alacağım ona. Lisa olsa. Mağazadan çıxdım. İndi bilmirəm. Düzün desəm, biraz istirahət etməyə ihtiyacım var. Ola bilsin, hələ 1-2 saatda burada olacaq. Çünki qızlar ki mağazanı gəzirlər, geyim alırlar özlərinə. Terasa çıxdım. İçəri boğurdu məni. Burada qəşəng restoranlar var. Hara getsəm. Əslində qızlarla istəyərdim əyləşəm, amma onlar ola bilsin, hələ ki, hələ də mağazaları gəzirlər. Burada maraqlı görsənir. Ama Frankfurt daha maraqlıdır. Düşünürəm. Yemeği sipariş verdim. İndi gözləyirəm ki, hazır olsun. Qızları heç tapa bilmədim. Tək yiyəcəm. Artıq yemeği sipariş verdim. Gözləyirəm ki, gəlsin, yiyəcəm. Çox yorulmuşam, çox acam. Axırıncı səfər keçən yemişdim. Hatırlamıram. Amma günorta saatlarıydı. Səhər idi, saat 11 idi. Çox acmışam. Benim üçün belə bir alkoholsuz Niemiecki pivə sipariş verdim, bilmirəm necə. Dadına baxdım, dadlıdır. Yemeği sipariş verdim. En sevdiğim kartof, doyuk, sos, pendir. Yani burada ben sevmediğim bir şey yoktu da. Başka sos da var içinde hele. Çok tatlıdı. Durdum oradan. Çok tatlıydı. Elimde de pivəm. Gedirəm iş uğraşlarımı axtarmaq. Duş aldım, hazırlaşdım. İndi gedirəm mola. Tək çıxmışam. Uşaqlar hamısı yatıb. Əslində biz şəhərə getməliydik, amma hamı yatıb. Ola bilsin ki, axşam çıxacağıq. Üzümə, bədənimə əsbər vurmamışam. Yanacağım. Hava küləklidir, amma isti var. 26 derece istidir burada.
Neyse burada olan bu mağazanın paltarlarının keyfiyyətini hiç beğenmirəm. Hele bile gelip baktım görüm neler var. Sen geyimler mənim iş tərzimdə deyirlər. 6 euro, hardasa 13-14 manat bizim pulla. Burada mən əsas mənə çanta lazımdır. Geyim almışam. Qara rəngdə çanta istəyirəm özüm üçün. Çıkanlar ne geçenler bunlar. Grabar aquí grabando. Seleziona. Adamın meraklı gönlü düşünüyor. Merkeze geldik. Şekil çektirdim. Game aldım. O bizim indi mağaza. Daha doğrusu yemeğe gideceğim. Çok acımışam. Şimdi iş yoldaşlarımın yanına gedirəm. Ben artıq evdəyim. Nəhayət ki, ev üçün çox darıxmışdım. Nə qədər də oteldə komfort versiyalarda yenə də ev başqadır. İndi çamadanımı açdım. Əşyaları yerbəyer eləyəcəm. Produktlar almışam. İspaniyada, daha doğrusu biz qaldığımız otelin yanında, Barcelonada böyük bir supermarket var idi. Hər şey var idi. Böyük, çox böyük idi. Alcapo idi deyəsəm, burada qeyd edəcəm adını. Oradan bir neçə şey aldım, açıb göstər. Ya bugün ya da sabah hamısını açacağım, göstərəcəm, dadlarına baxacağım, həm də sizinlə bölüşəcəm. Düzün desəm heç keyfim yox idi. Hələ Bakıya gəldik. Biraz problem yaşadım taksi ilə. Mən çox əsəbləşdirdi. Amma indi yazmağa düşdü ki, sevdiyim serial çıxıb. Mən onda Barcelona'ya uçurdum 4-cü gün. Artıq 6-cı gündür bugün. Ola bilsin bu videonu mən bir neçə gündən sonra paylaşacağım. Və indi ona oturub baxacağım. Hələ əşyalarımı yerbəyer eləməliyəm. Ola bilsin bəzi qismi sabaha saxlayacağım. Çünki artıq saat 10'dur. Saat 12 artıq yatmaq istəyirəm. Mən şey aldım. Geyimlər də almışdım özüm üçün. Amma çox belə geyimə maraq eləmədim. Əsas yemək almaq istəyirdim. Onsuz da geyimi Bakıdan da alıram. Daimi getdiyim mağaza var. Çox gözəl geyimlər gəlir. Yığdım ki sizə belə göstərim. Belə alkoqollu şey götürdüm. Qazlı, şirə, sonra belə kiçik banışkalarda viski, martini, tequila, smoothie. Bu yoğurt değil.
Bu deyəsən şeydir. Prosta 100%'lı meyvə əzməsidir. Nəsə qatqılar da var, amma belə tərkibi təmizdir. Şəftəlili, bir də belə adı yadımdan çıxdı meyvənin. Neysə. Sonra təbii bütün hamısının tərkibini oxumuşam. Hamısının tərkibi təmizdir. Süd, bu jelibon, bu pastadır. Yoxlayacağım. Görək necədir. Sonra yoğurt banıçkalarda, olive oil. Pastayla super gedir. Parmesan. Bir də bir paket 4 dənə deyə 5 dənədim. 4 dənə avokado götürdüm. Bunu mən deyəsən 3.99 cent pul verdim. Belə.